Bir neçə tanışının etibarından sui-istifadə edərək külli miqdarda dərədozluq etməkdə təqsirləndirilən Karlen İskəndarovun cinayət işi üzrə məhkəmənin yekun icrası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Karlen İskəndarova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Qeyd edək ki, Karlen İskəndarov barəsində Cinayət Məcəlləsinin 178.3.2, yəni dərəduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddələrlə ittihamlar sürülüb. Karlen İskəndarovun cinayət əməlinin bəzi detalları məlum olub. Belə ki, Karlen İskəndarov paytaxtın Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyində cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Etiraf Nağıyevin etibarından sui-istifadə etməklə ona 2018-ci il ərzində Xətai rayonu Ukrayna dairəsinin qarşısına yerləşən Heydər Əliyev parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq ümumilikdə 64 bin manat məbləğində dərədozluq edib. Bundan başqa o tanışı Xanlar Bayramova paytaxtın Xətai rayonu Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 17 min manat dərədozluq edib. Həmçinin Karlen İskəndarov təkərlə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Elmir Zərifovun etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Pəri Zərifovanın Qax Dövlət Kukla Teatrına müdir düzəldəcəyinə vəd verib inandıraraq ümumilikdə 30 min manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dərədozluq edib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.